Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Belə bir sual gəlib ki, doktor, qanaxma nə zaman təhlükəli ola bilər? Bilirik ki, adət arası dövr, yəni adət başlayan gündən o birisi aydakı adət başlayan gün arasında 21-35 gün ara məsafəsi olmalıdır. Əgər bu ara məsafəsi qısadırsa, yəni adət tez-tez olursa, bu yaxşı deyil. Əgər adətlər arası qanaxma varsa, bu da düzgün deyil. Əgər adət özü çox olursa, həm intensiv olur, həm günləri uzalırsa, bu da düzgün deyil. Mütləq həkimə müraciət eləmək lazımdır. Bunlara anormal uşaqlıq qanaxmaları deyilir. Qanaxma nədən ola bilər? Səbəbləri çoxdur. Birinci növbədə hamiləliyi inkar eləmək lazımdır. Çünki hamiləlik zamanı açılış təhlükəsində qanaxma ola bilər. Hamiləlik dönəmində uşaqlığın içində olursa, açılırsa və eyni zamanda ektopik hamiləlik, yəni uşaqlıqdan kənar hamiləlik varsa, yenə də qanama ola bilər və bunu təyin eləmək lazımdır. İkincisi, əgər qadın doğum kontrol həbləri qəbul edirsə və düzənsiz qəbul edirsə, onda anormal uşaqlıq qanaxmaları ola bilər. Üçüncü variant, əgər qadında qan xəstəliyi varsa, əgər onda trombositlərində problem varsa, qanaxma ola bilər. Qan laxtalama sistemində problem varsa, qanaxma ola bilər. Və bir də tiroid problemində və şəkər xəstəliyində qadınlarda qanaxma ola bilər. Birinci növbədə hamiləliyi inkar eləmək lazımdır. İkincisi, müxtəlif hormonlar verilir və həkim təyin edir ki, o qadında hansı hormonal problem var və ultrasəs mütləqdir, şərtdir. Bundan başqa güzgülərlə baxdıqda uşaqlıq boynunda polip aşkar oluna bilər. Çünki qanaxmanı əmələ gətirən səbəblərdən biri də uşaqlığın həm içərisində, həm də uşaqlığın divarında olan miomalar qanaxmaya səbəb ola bilərlər. Əziz qadınlar, əgər sizdə düzənsiz aybaşı varsa, əgər sizin aybaşınız çox uzanırsa və intensiv olursa, mütləq həkimə müraciət edin. Həkimlər altda yatan səbəbləri tapacaqlar. Bəzi analizləri verməklə, ultrasəs müayinəsindən keçirtməklə, lazım olarsa MRT-yə göndərməklə və sizə köməklik edəcəklər. Uşaqlıq qanaxmaları bir də premenopauzal dövrdə çox ola bilər ki, bu da endometriyanın hiperplaziyası ilə əlaqədar ola bilər. Və eyni zamanda klimaksda olan qadınlarda da qanaxma ola bilər ki, bu daha qorxuludur. Çünki klimaks dövründə olan qanaxmalar artıq aybaşı haqqında məlumat vermir. Endometriyada bədxassəli nəyinsə olduğuna şübhə yarada bilər. Müalicəsi, əgər açılmış hamiləlikdirsə, əlbəttə abort olunub və qadını qanaxmadan qurtarmaq lazım olur. Əgər qadında hər hansı laxtalama problemi varsa, onu həblərlə, iynələrlə müalicə etmək olar. Yaşlı qadınlarda əgər endometriyanın hiperplaziyası varsa, onu vakuum aspirasiya edib həm analizə göndərmək olar. Burada ikili vəziyyət gedir. Həm qanaxma dayanır, həm də diaqnoz dəqiqləşir. Ona görə həm həblərlə, həm spirallarla, ən uzağı cərrahi müdaxilə ilə həkimlər sizə kömək eləyəcəklər və siz sağlam həyata qovuşacaqsınız. Ona görə həkimlərinizə inanın, həkimlərə gedin və həyatınızı sığortalayın. Mən anormal uşaqlıq qanaxması haqqında məruzə etmişəm və çox istərdim ki, ona dəqiqliklə qulaq asasınız və riayət edəsiniz. Diqqətinizə görə çox sağ olun.